Maçla bağlı fikirlərim var. Maçla yəni bağlı bilirdi, yəni bizi gərgin oyun gözləyir. Neftçi elə komandadır ki, ağırlığı olan bir komandadır. Buna görə də yəni hər hansı bir komandaya yəni motivasiya vermək lazım deyil. Neftçinin adı özü yəni motivasiya bir komanda üçün. Son 4 oyunda yəni qələbə yoxdur Kəpəzdə. Bunun problemi səncə nədir? Problemi deyə bilmərəm, vallahi yəni belə bu oyunda da qələbə qazanırdı. Prosta axırda penalti verdilər. Yəni buna da şükürdür, yəni belə. Növbəti həftə Sumqayıtla maç var. Bunun haqqında nə deyə bilərsən? Yəni hər oyuna çıxdığımız kimi Sumqayıt da yəni dişimizə görə rəqibdir. İnşallah axıra kimi mübarizə aparacaq. Azarkeş dəstək haqqında nə deyə bilərsən? Azarkeşlərimiz yəni var olsunlar da, yəni rəqib poylasında olsun, öz poylamızda olsun. Düzdür, öz poylamızda oynamırıq. Yəni buna baxmayaraq yəni həmişə pis oynayanda da, yaxşı oynayanda da həmişə bizim yanımızdadır.